Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin növbəti 3 il yarım ərzində 1 milyard dollara çatdırılması hədəflənir. Bunu İqtisadiyyat naziri Mikhail Cabbarov Uzbekistan 24 telekanalına müsahibəsində görülən işlər və qarşıdakı layihələr barədə danışarkən deyib. В преддверии государственного визита Ильхама Гейдаровича Алиева в братский Узбекистан был проведен успешный межрегиональный форум. Prezident İlham Əliyevin qardaş Özbəkistana dövlət səfəri ərəfəsində uğurlu regionlararası forum keçirilib. Forumda regionların və şəhərlərin rəhbərləri ilə yanaşı çoxsaylı müəssisələr, iş adamları və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər. Yeni müqavilələr imzalanıb. Biz bir sıra mühüm layihələrin təməlinin qoyulmasının və tikintisinə başlanmasının şahidi olduq. Bunların arasında Sokar şirkətinin Özbəkistanda yanacağın pərakəndə satış bazarına daxil olması da var. Ayrıca Azərgold dövlət şirkətinin dağ mədən sənayesi və faydalı qazıntıların hasilatı sahəsində fəaliyyətə başlamasını qeyd etmək istərdim. Həmçinin özəl sektorda tikinti sahəsində böyük layihələr, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Daşkənddə və Daşkənd vilayətində müasir ASTEM məktəblərinin yaradılması nəzərdə tutulur. İqtisadiyyat naziri Özbəkistan mediasına Füzulidə yerləşən Mirzə Uluqbəy adına məktəb barədə də məlumat verib. Qeyd edib ki, 960 şagird yerlik məktəb Özbəkistanın təşəbbüsü ilə tikilib.